Səməd bəy, sizi xoş gördük, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Demək sizdən belə bir ilk sualım belə olacaqdı. Milli qiyamın nədənlərini nədə görürsünüz? Yəni milli qiyam niyə baş verdi o zaman? Çox sağ olun Əsgər bəy. 2006-cı il Xordadın biri idi bə. Ya may ayının ikisində baş verən hadisələri əslində mən qiyam adlandırmazdım. Bir növ etiraz və bir növ də öz istəklərini ortaya qoymaq üçün bir hərəkat idi. Bir ciddi və böyük siyasi hərəkat idi. Bütün siyasi hərəkatların kökündə, daha doğrusu bütün siyasi hərəkatlar ilk növbədə ictimai və mədəni fəaliyyətin üzərində qurulur. Hər hansı bir siyasi hadisə baş verirsə, deməli özündən əvvəl böyük bir mədəni hərəkat yaşamış, ictimai fəaliyyət olmuş və ondan sonra siyasi fəaliyyət səviyyəsinə yüksəlmişdi. 22 may hərəkatı da belə bir hadisə idi, belə bir zəmin üzərində qurulmuşdu. O mənada ki, İran İslam İnqilabından sonra, daha doğrusu İran-İraq cəngi bitəndən sonra müəyyən siyasi, ictimai fikirlər ortaya çıxdı. Bunlardan biri və ən önəmlisi hansı ki, mən onu yeni dini təfəkkür adlandırıram. Bu haqda bir yazıda yazmışdım İmrazə dərgisində. Yeni dini təfəkkür adlı bir cəryan ortaya çıxdı, formalaşdı. Bunun da təzəliyi yox idi əlbəttə. Biraz qədimə geçsək, Xristiyan dinində protestanizm hərəkatı baş verib tarixdə. Xristiyanlar protestanizm hərəkatını formalaşdırandan sonra Xristiyan dinində bir islahat aparıblar, reform ediblər və bu gün də mütərəqqi dövlətlər, həm dövlətlərdə din, həmən protestanizm ideyaları üzərində qurulur, dini fəaliyyət və dini təbliğat. Bu hadisə İslamda da baş verməyə cəhdləri olub. Bunlar İranda, Güney Azərbaycanda, məsələn, Babiyyə hərəkatı. Babiyyə hərəkatı dini mahiyyətindən asılı olmayaraq, dinə baxışından asılı olmayaraq, əslində bir növ İranın və Güney Azərbaycanın milli burjuvaziyasının hərəkatı idi. Mən ictimai siyasi baxımdan dəyərləndirirəm. Onlar nə istəyirlər? Onlar bank istəyirlər, yeni bank sistemini tətbiq etmək istəyirlər, hansı ki, fundamentalism olalar buna qarşı idi. Qadın haqlarından danışırlar, insan haqlarından danışırlar. Bundan sonra Şeyh Cəmaləddin Əsədabadi müəyyən islahatlar etdi. Ümmətdən millətə keçid dövrünü ortaya qoydu və müəyyən uğurlar qazandı. Ondan sonra Ayətullah Naini adlı bir böyük filosof dində islahat tədbirləri, nəzəriyyələrini ortaya qoydu. Əlbəttə o da bir ərəb aliminin nəzəriyyələrinə arxalanırdı. Ayətullah Naili icra şərtdən sonra deyilənə görə kitablarını yandırdı. Fəaliyyət imkanı tapmadı. Və bu hərəkatın dalğası kimi Dühtür Suruş, Kədivər, bunlar yeni dini təfəkkür nəzəriyyəsini ortaya qoydu və bu sürəcin nəticəsində Xatəmi prezident oldu. Yəni bu bir normal və öz növbəsində mütərəqqi bir hərəkət idi. Əgər davam etsəydi, uğurlu ola bilərdi. Xatəmi prezident olandan sonra nisbi fəaliyyət imkanı yarandı. O cümlədən Azərbaycanda Şəms Təbriz qəzeti çıxdı, Ümidi Ərdəbil, Nədai Azərbaycan. Demək olar Azərbaycan şəhərlərinin hərəsinin öz orqanı var idi. Qəzetlər çıxırdı, problemləri mətrəh eləyirdi. Bunu demək istəyən böyük bir mədəni və ictimai fəaliyyət başladı. Bu ictimai mədəni fəaliyyət davam etdi müəyyən mənada ta Əhmədinəcad birinci dövrə prezident olana qədər. Əhmədinəcad prezident olandan sonra elə bil bu bir çaydı, axırdı, çalışdı bunun qarşısını alsın və qarşısını aldı. İnsanları tutmaqla, zindanlara salmaqla, təhdidlər, hədələr, müəyyən təzyiqlər artdı və bu axar çayın qarşısını alanda təbii ki, birdən-birə almaq olmazdı. Bu axın daşacaqdı. İmrazı bağışlayın, 22 may hərəkatı bax belə bir zəmində, belə bir şəraitdə yarandı və gəldi öz demək olar zirvə nöqtəsinə çatdı. Orada bir yığılmış enerji özünü bir növ boşaltdı. Düzdür, İran qəzetinin yazdığı, jurnalistin yazdığı Azərbaycanlılara tohin bir səbəb oldu, bir bəhanə oldu.
o yazı olmasaydı da bu hərəkat baş verəcəkdi. Hər hansı bir səbəbi nəzərə, yəni hər hansı bir məsələni ortaya qoyub bu hərəkat baş verəcəkdi. Çünki bu bir sürəc idi, bir axın idi, gəlirdi orada qarşısını almaq istədilər və bu formada özünü göstərdi. Bu hərəkatın çox mühüm və müsbət nəticələri oldu. Birinci növbədə Azərbaycanın sərhədləri müəyyənləşdi. Həmən hadisələrin baş verdiyi, etiraz aksiyalarının baş verdiyi şəhərlərin xəritəsini cızsaq, Azərbaycanın xəritəsini orada görərik. Elə bir şəhər yox idi ki, orada millət qalxıb öz istəyini ortaya qoymasın, etiraz səsini ucaltmasın. Bu millətin haqqı idi, təəssüflə o dövrki hakimiyyət hansı ki, elə indi də hakimiyyətdədirlər. Mənfi qarşıladılar, təzyiq göstərdilər, insanlarımız zərbə aldı, zədə aldı, təzyiqlərə məruz qaldı, tutulanlar oldu və bilirsiniz, İran İslam Respublikasının mitinqləri dağıtmaqda bir metodu var. Onlar küçəyə tank çıxartmırlar, birbaşa atəş açmırlar. Onlar fərdi adamları tək-tək hardasa öldürürlər və heç bir məsuliyyət də boyunlarına almırlar. Bilirsiniz, bunlar dırnaqarası desək qanunsuz mitinqlərdir. Yəni dövlət mitinqlərə icazə vermədiyi üçün insanlar məcbur olur öz etirazlarını istədiyi şəkildə ortaya qoysun. O mənada dövlətin bu mitinqlər və etiraz aksiyaları haqqında heç bir məsuliyyəti yoxdur. Elan edirlər, bunlar bir məsuliyyət daşımırlar və baş verən ölüm hadisələrindən ziyan çəkən insanların təhlükəsizliyinə görə də məsuliyyət daşımırlar. Ona görə bunlar bir soydaşımızın iki gözləri kör oldu, bir neçə nəfər şəhid oldu. Cümhur-İslami bu metoddan Musavi prezidentliyə namizəd olanda o etiraz aksiyalarında da həmən metoddan istifadə etdi. Eyni zamanda həmən metod Suriyədə də tətbiq olundu. Suriyədə də millət çıxırdı təzahürata. Birdən-birə həmən gün 10 nəfər ölürdü. Amma bəlli deyildi bunları kim öldürüb. Təbii ki, təhlükəsizlik qüvvələri öldürürdü. Amma məsuliyyətini də qəbul etmirlər. Azərbaycanda olan etirazlara da Cümhur-İslamın münasibəti belə oldu. Mən bilirsin necə, yəni mənzurum buydu. Ayə bu, yəni 2006-cı ilin may hadisələrdə və ya biri xordad olunan hadisə deyək, qiyam deyək, necə, yəni adını bir adlandırsaq da, istər-istəməz bir kütlə axım, bütün yəni şəhərlərdə, Güney Azərbaycanın bütün şəhərlərində bir kütlə yəni axımı var idi. Bunun səbəbi nədir? Ayə tək o siz dediyiniz kimi İran qəzetində çap olunan və yayılan bir karikatur ki, orada türkləri təhqir edilmişdir. Ayə tək bu karikatur ünvanlandırmaq olar, yoxsa ayə bir səbəbləri də var idi? Yox, bu dediyim kimi o karikatur sadəcə bir bəhanə idi bu hadisələrin baş verməsi üçün. Azərbaycanlıların və İranda yaşayan bütün millətlərin öz istəkləri var. Bunları öz siyasi təşkilatlarında mətrəh etsələr də, hansı ki gizli və yaxud xaricdə fəaliyyət göstərən siyasi təşkilatları nəzərdə tuturam, rəsmi şəkildə heç bir etiraz növü qəbul edilmir. Nəinki etiraz, hətta salim və sağlam miting forması da İran İslam Respublikasında qadağandır. Yığışıb qalmış bütün problemlər müəyyən bir formada özünü göstərməlidir. Yəni millət çıxıb öz istəklərini ortaya qoymalıdır. Bu da bizim 100 ildən artıq hələ 100 ildə əlavə olunmuş problemlərimiz. Bir var təbii problemlər bütün millətlərdə, bütün cəmiyyətlərdə həmişə var. Bir də var problemlər ki, bizə əlavə ediblər. Məsələn, Rza Şah gələndən sonra birinci fərmanı türk dilinin yasaq edilməsi idi. 13 İsfənd 1325-ci ildə birinci fərmanı türk dilinin yasaq edilməsi idi. Hansı ki, 1000 il Azərbaycanlıların hakim olduğu həmən İranda heç bir dil qeyri-qanuni deyildi. Yəni, nə rəsmi və qeyri-rəsmi dil anlayışı yoxdur. Demək istəyən, bunlar bizə əlavə olunmuş problemlərdir. O birinci fərman və sonra dilimizin yasaq olması, ədəbiyyatımızın, mədəniyyətimizin, kimliyimizin, bunlar hamısı bir problemlərdir, yığışıb qalıb və fürsət olan kimi millət bir fürsətdən istifadə edib öz varlığını ortaya qoyur və istəyini hər hansı bir formada, o cümlədən 22 mayda sizin dediyiniz kimi qiyam formasında ortaya qoydu. Bildiyiniz kimi bu hardasa bir uzun müddət çəkdi. Yəni bütün şəhərlərdə, öncə Təbrizdə, sonra Böyükşəhər, hardasa 17 şəhərdə, yəni belə bir Güney Azərbaycanın 17 şəhərində belə necə deyim, millət axındı və çöllərə axındı və
orada öz etirazlarını bildirib və aksiya keçirdilər. Sizcə bu, yəni aksiya niyə davam etmədi? Və əgər davam etsəydi, bu haraya çata bilərdi? Yəni bu hərəkətin sonu nə ola bilərdi? Ya bugünkü hərəkət? Bütün kütləvi hərəkətlər əslində bir var kütləvi hərəkat, bir var kütləviləşdirilmiş hərəkat. Bəli. İndi bizim siyasi ədəbiyyatda bəlkə bu terminlər bir o qədər yaygın deyil. Kütləvi hərəkat, yəni hərəkatı tudey fasilində belə deyilə. Kütləviləşdirilmiş hərəkat artıq başpozuq bir hərəkat olur. Yəni bu artıq yönəldilmiş hərəkat deyil. Buna Pişəvərinin belə bir cümləsi var, deyir kütlə yanğın oddur, hara düşsə yandırar. Bu kütləviləşdirilmiş hərəkat. Bizim hərəkat kütləviləşdirilmiş hərəkat deyildi, amma kütləvi hərəkat idi. Yəni təşkilatlandırılmış formada, təbii indi biz onun dərəcəsini müəyyənləşdirmirik, nə dərəcədə təşkilatlandırılmışdır, amma yönəldilmiş bir hərəkat idi. Yönəldilmiş formada millət öz etirazını göstərirdi. Bu heç bir kütləvi hərəkat sonsuzluğa qədər davam edə bilməz. Biz bunun Bakıda da şahid olmuşuq. O 17 noyabr, dekabr mitinqləri müəyyən müddət davam edir. Sonra insanlarda enerji tükənməz deyil. Müəyyən bir hərəkat başlayandan sonra bir başlanğıc nöqtəsi kimi olduğu kimi sonuç nöqtəsi də olmalıdır. Amma baxır nə qədər onu təşkilatlandırasan, necə yönəldəsən, bu var olan enerjidən nə qədər faydalı istifadə edəsən. Əgər faydalı istifadə edilməsə, dediyim kimi insanlar yorulur, sonra da etirazə çıxmırlar. İkinci bir tərəfdən də bu tam əmin-amanlıq şəraitində keçirilmirdi. Qarşı tərəfində təzyiqi var idi. Ola bilsin birinci növbədə dövlət özünü itirdi. Bir növ qabağını ala bilmədi. Amma sonra özünü toparladı. Dediyim kimi Cümhur İslamın özünə məxsus olan metodundan başladı insanları öldürməyə. Yəni birbaşa şillik eləyib, güllə atıb adamı öldürmürlər, amma onlar bilirsiniz, bir də hardasa kimisə öldürüb atırlar bu tərəfə və bununla insanları qorxudurlar. Uzun müddət təbii ki, davam edə bilməzdi. Buna zəminə də yox idi, şərait də yox idi və təşkilatlılıq forması da o qədər yəni, hazır deyildik. Bu hadisə ondan özündən öncəki saydığım kimi qəzetlərimizin Şəms Təbriz, Nədayə, Ümid Azərbaycan, nə də başqa bütün bu müəyyən Xatəminin prezident olduğu dövrdə o müəyyən bir sürəcin mədəni və ictimai fəaliyyətinin nəticəsi idi, belə bir desə. Sonra bunların təkcə Azərbaycan miqyasında deyil, bütün İran miqyasında bunların qarşısını aldılar. O yeni dini təfəkkür dediyimiz cərəyanın özünün fəaliyyətini yasakladılar. Bir sırası İranı tərk etdi, bir sırası artıq fəaliyyətdən əl çəkdi və bu yeni dini təfəkkür cərəyanına əgər Məhəmməd Xatəmi siyasi baxımdan başçılıq edirdisə, o da dedi, mən geri çəkildim və geri çəkilməyim də bu nizamı hifz etmək üçün idi. Görünür onlarda o potansiyel imkan yox idi ki, lazım olan, yeni dində lazım olan o islahatları etsinlər və bir addım qabağa atsınlar cəmiyyəti. Bu proses əlbəttə ki, gələcəkdə də davam edəcək. Xristiyan dinində olduğu kimi İslamda da protestanizm hərəkatı və yaxud İranda buna yeni dini təfəkkür deyirik. Biz bu davam edəcək və öz nəticəsini verəcək. Yoxsa cəmiyyət bu dini çərçivəyə sığmır artıq. Bu elə bil hamının əlaqanı sıxışdırıb dini qaydalarla bir biz girdəkan deyirik. Quzey Azərbaycanda qoz içində yığıb idarə etmək olmaz. Bu partlayacaq. Bu biz ümid edərdik ki, təkamül və islahat yolu ilə olsun. Yeni dini təfəkkür sahibləri də söz demək imkanı əldə etsinlər və cəmiyyəti bir addım qabağa apara bilsinlər. Doğrudur. İndi bilirsiniz bu 2006-cı ilin may hadisələrindən sonra gəlirik yavaş-yavaş 2009-cu və ya 1388-ci ildə seçki ərəfələsinə və prezident seçkiləri İranda yeni bir daha prezident seçkiləri keçirir. İstər-istəməz bu 2006-cı ilin may hadisələrində Fars opozisiyonu tərəfindən və ya İran müxalifləri, İranda yaşayan, yəni İran hakimiyyəti müxalifləri tərəfindən bu Güney Azərbaycanda may hadisələrinin və orada olan istər-istəməz bir kütlə etirazına heç bir dəstək gəlmədi.
İstər-istəməz heç birisinin nə fars dışarıda yaşayan fars oppozisyonundan, nə İranın daxilində yaşayan bu islah tələblər deyək və ya kimlər olursa heç bir himayə olunmadı. Və gələn bu seçki ərəfəsinə gəldikdə 2009-cu ildə və ya 1388-ci ildə İrandakı növbəti prezident seçkiləri olur. İstər-istəməz Güney Azərbaycanda, yəni o seçki necə deyim, seçkinin rəngi və ya boykot deyək. Güney Azərbaycanda bu boykot olundu. Bu həmən bu Musavi hərəkatı deyək və ya Yaşıl hərəkat deyək. İstər-istəməz Güney Azərbaycanlılar tərəfindən bu boykot olundu. Aya sizcə bunlar qarşılıqlı oldular? Yəni çün Güney Azərbaycanlılar dedilər ki, aya çün 2006-cı ildə bu Yaşıl hərəkat və ya bu farslar bizdən çün himayə eləmədilər. Ona görə də biz bunlardan himayə eləməyək, yoxsa bunun bir başqa bir dəlili var idi? Tarixdə Azərbaycanda çoxlu hərəkətlər baş verib. Son dövrdə, indi yəni çağdaş dövrümüzdə Azərbaycanda baş verən hərəkətlər artıq öz başına hərəkətlər deyil. Yəni sadəcə bir etiraz dalğası olsun və yatsın. Mən hesab edirəm ki, Azərbaycanda baş verən hərəkətlər, indi baş verən hərəkətlər hamısı yönəldilmiş hərəkətlərdir, planlaşdırılmış hərəkətlərdir. Musəvinin prezidentliyə namizədliyi və Azərbaycanlıların münasibəti düşünülmüş və ağıllı bir tədbir idi. Məsələn, düşünülmüş bir tədbir idi. Hər hansı tədbir əgər planlaşdırılıbsa, qabaqcadan düşünülübsə, o qəbul olunmalıdır. Biz onu qəbul etməliyik. Hətta səhv etmiş olsaq da belə, öz gördüyümüz iş kimi onu qəbul etməliyik. Və mən də o mövqeyi qəbul edirəm. Azərbaycanlılar öz enerjisini sadəcə etiraz olsun deyə etiraz edərək sərf etməməlidirlər. Hədəf, məqsəd yönlü şəkildə mübarizə aparmalıyıq. Yaşıl hərəkatın nümayəndələri dediyiniz kimi millətlərin haqqına görə öz proqramlarına heç bir bənd salmamışdılar. Onlar hakimiyyətə gəlsəydilər belə başqa millətlərə, o cümlədə Azərbaycan millətinin milli haqlarını nə dərəcədə tanıyacaqlar, heç bir qarant yox idi. Sadəcə bəndi salsalar da, orada bir şeylər qeyd etsələr də millətlərin haqqına görə, bu da kafi deyil. Onun icra mexanizmi olmalıdır. Heç başqa bir millətin nümayəndəsi və yaxud Azərbaycanı təmsil etməyən siyasi bir cəryan gəlib bizim üçün siyasi proqram icra edə bilməz. Heç biz də başqası üçün icra edə bilmərik. Hər kəs özü-özünə siyasi proqram, siyasi bərnamə yazmalı və icra etməlidir. Onlar bunu iddia etsəylər də belə mən inanmazdım. Amma onlar bunu iddia etmədilər və siyasi proqramlarında da millətlərin haqqına görə bir söz demədilər. Və bu mənada Azərbaycanlıların Musəvini dəstəkləməməkdə haqlı idilər. Təbii ki, biz onlara qarşı çıxmadıq. Musəviyə qarşı, amma dəstəkləmədik. Və buna əsasımız da var idi. O mənada çox düzgün mövqe idi. Bu ondan asılı deyildi ki, onlar bizi əvvəlcə dəstəkləməmişdi. Bizim heç onlardan intizarımız da yox idi. İranın siyasi cərəyanları, mən milləti demirəm, xalq kütləsini demirəm. Amma çağdaş dövrdə fəaliyyət göstərən siyasi cərəyanlarında bir növ şovinizm ideologiyası hakimdir. Bunlar onların, indi mən səbəbini axtarmağa burada ehtiyac yox. Əlbəttə ki, Pəhləvi dövrünün təbliğatının öz rolu var. Yəni, milləti qınamaq olmaz ona görə ki, millət səhv informasiya alır və aldığı informasiya əsasında, məlumat əsasında qəzavət eləyir. Əgər xalq arasında, fars kütləsi arasında da belələri varsa da, mən milləti qınamıram, ona görə ki, onlar düz informasiya almayıblar. Amma siyasi qüvvələri nəinki qınayırıq, hətta öz siyasi münasibətimizlə də onlarla mərcbətli eləyirik, sərhəd çəkirik. İstər Musəvi olsun, istər başqası olsun. Onların bizə olan münasibətinə görə biz də onlara münasibət bəsləməliyik. Amma önəmli məsələ odur ki, onların münasibətindən asılı olmayaraq biz öz siyasi proqramımızı ortaya qoymalıyıq. İstənilən prezident seçkisində, istənilən bələdiyyə seçkisində, istənilən parlament seçkisində.
Bizim öz proqramımız olmalıdır. Öz kandidimiz olmalıdır. Ona baxmayaraq ki, hətta bu kandid keçəcək ya keçməyəcək. Şura Nigahbanın bariyerindən, çəpərindən. Mən üzr istəyirəm sözü kəsmək məcburiyyətində. Buna görə ki, baxız, istər-istəməz, yəni fars olsun, ərəb olsun, türk, bəlor, bəlus, kimlər olursa olsun. İstər-istəməz biz, yəni necəm istismargər sistemin altında yaşayırlar. İran adlı bir ölkədə yaşayırlar və orada da bir dövlət hakimdir. Əgər bir dövlət zülm edirsə, tək fars deyil, tək türk deyil, yəni hamı bütün millətlərə eyni səviyyədə, yəni bir zülm olunur. Amma biz türklər və başqa bir qeyri-fars millətlərin əlavə bir zülm olunur. O da ki, necə deyim, kültürləri, dilləri və başqa nədənləri isə və ya o millətləri tanımamaları, bunlar da əlavə bir dəlillərdir. İndi baxız, Yaşıl hərəkatında istər-istəməz, yəni farslar o islah tələblər ki, o istəkləri ki var idi, bizim də eyni zamanda Azərbaycan türklərinin və ya kürdlər, lorlar, bəduslar, kimlər olursa olsun, o istəklər bunlara da şamil olurdur. Sizdə yəni əgər bunlar yəni himayət eləsəydilər ondan, nə ola bilərdi? Yəni Azərbaycanlar himayət eləsəydilər. Bu əllə Azərbaycanlar himayət eləsəydilər. Azərbaycanlar həm vaxt itirmiş olarlar, həm enerji, heç bir şeydə əldə etməyəcəkdilər. Yeni bir şovinist qüvvə hakimiyyətdən düşüb, yeni birisi gələcəkdir və təzə nəfəs, daha çox enerji ilə və daha çox tədbirlərlə, yeni tədbirlərlə biz heç bir şey qazanmayacaqdıq. Mən dedim, sadəcə etiraz etmək üçün etiraz etməyə dəyməz. Biz öz planımızı, proqramımızı, bərnaməmizi irəli aparmalıyıq. Bizə fərq etmir hakimiyyətdə fərd baxımından kim olur olsun, kimdir. Bizə onun elan etdiyi proqram və bərnaməsi önəmlidir. O proqram və bərnamədə birinci qeyd olunmayıb, heç bir yəni millətlərin milli haqqını tanıma haqqında heç bir şey qeyd olunmamışdı. İkinci bir tərəfdən dediyim kimi növbəti seçkilərdə ehtiyatlı olmalıyıq ki, qeyd olunması kafi deyil. İcra mexanizmi də önəmlidir. İcra mexanizminə gələndə biri qeyd edirsə, gərək Azərbaycanlılara bunun icrası üçün imkan verilir. Bunu Azərbaycanlılar icra etməlidir. Üzr istəyirəm, bağışlayın. Mənim sözüm yəni belədir. Baxın, əgər Azərbaycanlılar da orada iştirak eləsələr o mitinqdə, deyirlər, yəni hərəkəti istər-istəməz o bir adını yaşıl hərəkət qoyurlar, bu opozisiyon, bu farslar. Əgər Azərbaycanlılar istəsəydilər, onlar da qoşulub, yəni mənim düşüncəm elə deyim, qoşulub və hərəkəti öz nəflərinə çevirib və hərəkəti ələ keçirib və orada da öz istəklərini bəyan etmək hakimiyyətə qarşı və ya necə deyim, yaşıl hərəkətdə. Bu ki hərəkat baş verir, sonra girəsən o hərəkata və onu öz nəfvə çevirəsən. Dediyim kimi, gərək sənin bunu öz nəfvə çevirmək üçün işlək mexanizmin ola. Əgər biz o səviyyədə işlək mexanizmimiz varsa, elə özümüz hərəkat yaradarıq. Əgər hərəkatı yaradan biz deyiliksə, deməli bizdə o mexanizm hələ yoxdur və yaxud bu o formada hərəkat yaratmaq istəmirik. Nəinki biz, hətta o hərəkatı başlayanlar özləri belə onu öz nəflərinə, öz xeyirlərinə tamamlaya bilmədilər. Ona görə ki, onların o mexanizmi yox idi. İşlək təşkilat sistemləri yox idi. Məsələn, elə götürən Musavi özü vaxtilə Naxos vəzir olmuşdu. Ondan sonra 20 il gedib Fars Fərhəngistanında fars lüğətləri kəşf edib, yazıb. Siyasi fəaliyyətdən uzaq. Birdən-birə qayıdıb gəlib, mən prezident oluram, olmaz. Prezident olmaq üçün sənin gərək bütün sahələrə aid hazır planın, proqramın, təşkilatın və bu plan proqramını icra edəcək, həyata keçirəcək mexanizmin olmalıdır. Bunlar olmadığı halda sən hakimiyyəti ala bilməzsən. Hakimiyyəti almaq üçün də gərək mexanizmin olsun. Sadəcə millət keçsin, səs versin, məni seçsin, millət gedər səs verər, amma sən o səsi öz xeyri və yəni qarantın olmalıdır. Bütün dünyada belədir. Laf İsveçdə, başqa yerlərdə əgər mexanizm olmasa, İtaliyada yadınızda olsa vaxtilə adam baş nazir seçilmişdi, hakimiyyətdən getmək istəmirdi. Amma oralarda mexanizmi var. Mexanizm olduğu üçün şikayət edirlər, verirlər məhkəməyə filana. O baxımdan olmur. O partizani tədbirlərdən biz biraz yan keçməliyik. Hərəkat baş verir, sonra biz qatılan öz nəfimizə onu çevirən, bu mümkün olan şey deyil.
Biz asta gedib planlı, proqramlı və təşkilatlanmaq yolu ilə etibarlı iş görməliyik. Yaxşı, indi belə bir işdir. Qabaqda yəni bilirsiniz, yəni İranda prezident seçkiləri yaxınlaşır. Sizcə bu Azərbaycanlılar bu seçkilərdə iştirak etməlidirlər yoxsa yox? Və onu da xatırladım ki, bu seçkilər iki seçki eyni zamanda və eyni gündə olacaq. Bir şuraya şəhər var, bir də prezident seçkiləri. İkisini salıblar eyni günə. Ay Azərbaycanlılar sizcə iştirak etməlidirlər yoxsa yox? Seçki hər şeydən əvvəl bir mədəniyyətdir. Bəli. Bu mədəniyyəti İrana, Güney Azərbaycana, bütün bölgəyə biz gətirmişik. Azərbaycanlılar gətirib. 1050 miladidən 1925-ci ilə qədər bu bölgədə biz hakim olmuşuq. Düzdür, 1050 miladdən sonraki, yəni bizim hakimiyyət dövrümüz şahlıq usul idarəsinə əsaslanırdı. Bunu da iki yerə bölünüb. Bir anayasalı, bir anayasasız. Müzəffərəddin Şaha qədər anayasasız şahlıq usul idarəsi idi. Müzəffərəddin Şahdan sonra anayasalı şahlıq usul idarəsi idi. Üstəlikdə 1000 il biz hakim olmuşuq. Nadir Şahın Muğan qurultayından tutmuş, hansı ki şahı seçmək çox qeyri-adi bir şeydir. Bəlkə dünyanın heç yerində baş verməyib, amma Azərbaycanda baş verib, İranda baş verib. Azərbaycanda deyəndə İranda və Azərbaycanda Nadir Şah nəzərdə tuturam, Azərbaycanlı sülalə idi. Səfəvlərdən sonra Nadir Şah axtardı, Səfəvi sülaləsindən kimsə hakimiyyətə gətirə, tapa bilmədi. Sonra qurultay keçirdi Muğanda və Azərbaycanlılar, İranlılar, İran tayfalarından da gəlmişdi xanları, bəyləri, Nadir Şahı şah seçdilər, seçki yolu ilə. Bu seçki idi, böyük mədəniyyət idi. Nadir Şah bunu özündən göstərdi. Təbii ki, bunun da keçmişi var. Qurultay sözü Çingiz xanın dövründən olanın sözüdür. Sonra Müzəffərəddin Şah anayasanın təsdiqindən sonra Milli Məclisdə seçkilər keçirilməsi haqqında fərman imzaladı. Və rəsmi seçkilərin əsasını qoydu demək olar İranda, bölgədə. Ondan sonra Pəhləvilər dövründə də müəyyən seçkilər oldu. Əlbəttə ki, etkisi çox önəmli deyildi. Pəhləvilər dövründə daha doğrusu həmən 50 il bütövlükdə nəzərə alsaq, orada bir illik Azərbaycan Milli Hökuməti də bütün orqanları, seçkili orqanları qanuni və çox normal seçki yolu ilə formalaşdırdı. O cümlədən Azərbaycan Milli Məclisinin seçkiləri oldu. İran İslam Respublikasının ən önəmli nailiyyətlərindən biri nəticəsindən və keyfiyyətindən asılı olmayaraq ardıcıl seçkilər keçirməkdir. İstər parlamentə, istər başqa orqanlara, dediyiniz kimi şəhər, bələdiyyələrə seçki keçirmək özü bir mədəniyyətdir. Və nə yaxşı ki, bu nailiyyət millətin nailiyyətidir. Bu hər hansı bir siyasi hakimiyyətin nailiyyəti deyil. Davam edir. O baxımdan birinci növbədə seçki mədəniyyətini mənimsəməli, öyrənməli, dərk etməli və ondan sonra ona qatılmalı. Məncə biz bütün seçkilərə qatılmalıyıq. İstər seçici və istər seçilən kimi. Əgər Azərbaycan seçicisi aktiv qatılarsa, bir dövrədə olmasa, növbəti dövrlərdə öz nümayəndəsini, yəni seçilmək istəyən nümayəndəsini də ortaya çıxardacaq. Bu hadisələr bir gündə baş vermir. Seçməklə bu mədəniyyəti qəbul etməklə yanaşı, eyni zamanda siyasi mövqeyi ortaya qoyuruq. Biz gərək siyasi mövqeyi ortaya qoyaq. Yəni, deməyə sözün varsa, gərək mövqeyin ola. Mövqeyin varsa, gərək bunu sərgiləndirəsən. Və seçki bizim üçün, bu mövqeyimizi sərgiləmək üçün bir vasitədir. İkinci tərəfdən seçilən kimi, yəni kandid olmaq lazımdır. Bütün siyasi ictimai təşkilatlar öz kandidlərini, yəni adaylığını irəli sürməlidirlər. Bu bizim mövqeyimiz olmalıdır. Baxmayaraq ki, qabaqçıdan bəlkə də bəziləri bilir, ya biz də bilirik, filan nümayəndə Şurani Gəhbanın çəpərindən keçməyəcək filan. Bu onların mövqeyidir. Amma bizim mövqeyimiz hansıdır? Aktiv seçilmək və seçkilərə qatılmaq, kandid olmaq. Kandid olmaq sadəcə gedib ad yazdırmaq deyil. Kandid olmaq o deməkdir ki, mənim deməyə sözüm var. Mənim proqramım var. Mənim layihəm var. Əgər biz, indi neçənci prezident seçkiləridir, mənim yadımda deyil, hər halda 8-ci təsəvvür edin, 8-ci olsun. 8 prezident seçkisinə zəif və ya qəvi,
güclü proqramla qatırsaydıq və hər il bu proqramı təkmilləşdirsəydik, indi bizim sabah ölkəmizə anayasanın əsasını düzənləyəcək səviyyəsində bir proqramımız var idi. Bu az çox olub bəlkə də, amma biz bunu sistematik şəkildə həyata keçirməliyik. Adamlarımız getsin, kandid olsunlar və kandid olarkən proqramlarını ortaya qoysunlar. İmkan daxilində nə qədər bacarırlarsa bu proqramı təbliğ etsinlər. Seçki ərəfəsində təzyiqlər azalır. Təsəvvür edin, elə Musavi heç kəs bilmirdi nəticə nə olacaq. Amma o çox böyük təbliğat işi apardı. Bunu biz də eləyə bilərik. O səviyyədə olmasın, ondan biraz aşağı. Amma başlaya bilərik. Mən demək istəyirəm ki, yönümüz qatılmaq, seçilmək, kandid olmaq, proqram irəli sürmək və bu işi təkmilləşdirmək yönündə olmalıdır. Baxız, bu yəni keçmiş şah dövründən sonra bu İran İslam Cümhuriyyəti qurulandan bəri bildiyiniz kimi, yəni İran İslam Cümhuriyyətində bir növ şahın bir növüsü, yəni orada rəhbərlik var, ya dini liderlik var. Yəni bir növ İslami şahçılıq var ortalıqda. Rəhbər və orada da bütün qüvvələr və yəni burada İranda bütün qüvvələr, yəni Xameneini və ya dini lideri baş tuturlar hər şeydə. Yəni dini sahəsində olsun və ya siyasi sahəsində. Yəni İran hakimiyyəti və ya İslam hakimiyyəti bunu deyir ki, din İslamdan ayrı deyil, eyni zamanda. Bu düşüncə ilə öz ideologiyalarını və öz siyasətlərini yürüdürlər. İndi seçkilərə gəldiyi zaman kim istəyirsə seçkidə namzəd olsun və ya öz namzədliyini bildirsin, bir filtrdən keçirməlidir. Bu filtrin də adı Şura-i Nigahban. Hansı filtr ki, öz bağlılığını rəhbərə bildirir. Bu 34 il ərzində neçə dənə yəni seçkilər olub, parlament seçkiləri, ya bələdiyyə seçkiləri, ya prezident seçkiləri, hamısı yəni bu demək olar rəhbərin sözü burada keçir. Bu günə kimin bütün millətlər əvvəllər yəni çox seçkilərdə çox aktiv olublar və iştirak ediblər. Bu günə kimin bir nəticə görülməyib. İstədikləri adam çıxardacaqlar ortaya. Onda bu millətin seçkilərdə aktiv iştirak etməsinin nə mənası var? İran İslam Respublikasında olan bu orqanlar, o cümlədən Şura-i Nigahban və başqa orqanlar tariximizə diqqət yetirsək, heç bir şey göydən gəlmə deyil. Hər bir şeyin yaranmasının bir sürəci, bir prosesi və bir əsası var. Əgər oxusaq, məşrutə dövründə hansı ki biz iftixar edirik, anayasa gətirdik və birinci anayasa idi, sonra parlamentin seçkilər oldu filan, bunları biz gördük. Bu Şura-i Nigahbanın kökü oradan gəlir və orada da hamı qəbul etmişdi. Orada 5 dini müştəhid var idi. Adı Şura-i Nigahban deyildi, amma qanunların dinlə tətbiq olunmasına nəzarət edirdi. Həmin məsələ formalaşıb indi gəlib olub Şura-i Nigahban. Biz indi bunu tariximizdən necə çıxardacağıq? Yəni o hissəsindən fəxr edirik. Hamı Səttərxanın şəklini başına vurur, başının üstünə vurur. Məşrutə dövrü belə gəldi, əsərlər yazılır, kitab. Onunla fəxr edirik. Amma indi həmən Şura-i Nigahban, mən deyirəm, oradan gəlir. Amma bunu birbaşa rədd edirik. Haqqımız var etiraz edək, haqqımız var rədd edək. Hər kəsin öz mövqeyidir. Amma biz bunun kökünə baxsaq, bu qədər də sadə deyil. Bunu bugünkü mollalar bunu bugün kəşf eləməyiblər. Və o vaxtı heç buna məşrutə dövründə Səttərxan da qəbul edirdi, hamı qəbul edirdi, o hərəkatın rəhbərləri də qəbul edirdi. Məsələ ondadır ki, biz bir tarixi sürəci yaşayırıq. Tariximizi diqqətlə öyrənsək, haçan formalaşıb, necə formalaşıb, onu bilsək, buna necə qalib gələcəyik, bunu nə ilə əvəz edəcəyik, bunu biz həzf edib, yəni bunu sıradan çıxardıb, nə ilə əvəz edəcəyik? Bax, bu təkamül sürəcini öyrənməliyik. Mən də qəbul etmirəm Şura-i Nigahbanın səfərini, istədiklərini ora qoyurlar, istədiklərini götürürlər. Amma bunun, dediyim kimi, bunun kökü var bizim tariximizdə. Və kökü olduğu üçün bunu birbaşa çıxar, indi biz deyirik, sən, mən və bizim kimi sekular və yaxud daha demokrat fikirləşən adamlar bunu qəbul etmirlər. Amma qəbul etməmək lazımdır. Amma bizim alternativimiz nədir? Birbaşa biz bunu qəbul etmirik. Baxın, Azərbaycanın bir sıra təşkilatları var, orada nə bilim Şurayı rəhbəri filan filan filan. Mən onları diqqətlə oxumuşam. Yenə Şura-i Nigahbanın bir necə deyirlər dəyişdirilməsi
adamların dəyişdirilməsi filan mexanizmi var. Onların çoxunun elə Azərbaycan təşkilatlarında var. Heç çoxunun mexanizmi də yoxdur. Elə ömürlük oturmaq istəyirlər orada. Demək istəyən bu bizim mentalitetimizdə, bir növ tariximizdə və bir növ siyasi tariximizdə vardı. Mən də qəbul etmirəm. Amma bunların hamısını oturub fikirləşməli və buna ortaya alternativ qoymalıyıq. Layihə qoymalıyıq. Nə etməliyik? Adamların şəkli, sifəti, görkəmi milləti qurtarmır ki. Ortaya qoyulan proqram, bərnamə milləti qurtarır, ölkəni nicat verir. Bu baxımdan təbii bu bir mexanizmdir, bunların var. Və bunu təkcə bu deyil, bir çox məsələlər var ki, cəmiyyətin dəyişikliyə ehtiyacı var. Cümhuriyyət İslamının öz içində də artıq mövcud olan orqanları və yaxud sistemi və yaxud qanunları dəyişməyə meyillilik var. Amma bu mexanizmləri işlənib formalaşdırmalı və layihə alternativ ortaya qoymaqla həll etmiyorlar. Oldu, təşəkkür edirəm. Mən sizə, yəni vaxtımız az olduğu üçün, yəni çox danışa bilməyəcək. Sizdən bir son söz istəyirəm. Son sözüm odur ki, siyasi qüvvələrin, özəlliklə Azərbaycanlı siyasi qüvvələrin həmişə deməyə sözü olmalıdır və bu sözünü siyasi proqram şəklində ortaya qoymalıdır. Özəlliklə seçki ərəfəsində. Seçkilərə qatılmaqla, xüsusilə kandid olmaqla, siyasi proqram ortaya qoymaqla işimizi görməliyik. Oldu, təşəkkür edirəm Sayın Səməd bəy, çox sağ olun.